Assalamu alaikum və rəhmətullah. Bir dənə də mebelləri daşımağı dəyişirəmişəm. İnşallah bir sınavdan keçiriləcəm. Görək necə. Düz çoxdan almışam, amma inanın ki, yadıma düşmür ki, onu mən alıb evə atmışam ki, mebel olanda rahat çəkə bilim daim bir yana. Bu ev sahiblərinin çoxsunun mebel olan evlərə mən gedirəm də. Yəni sizinlə paylaşmaq istəyirəm. Maşın təkərlərinə oxşayır. İnşallah bunu sınavdan keçirdək. Görün necədir. Gördüyünüz şkafı bu tərəfə çəkməliyəm. Printerlər işləyə bilim. Bir dəqiqə sınavdan keçirdək. Dostlar, işte yarımçıq qaldı, çəkiş edə bilmədim. Yadıma düşmədi, yarımçıq qaldı. Dedim ki, nə çəkil paylaşım. Gördüyünüz kimi çox çətinliklə çəkə bilmədim. Uzun dolablara işə yaramadı, yəni uzun dolab çəkmək olur. Ola bilsin, balaca dolablarda, şifonierlərdə, divanlarda sağa sola çəkmək olar. Amma uzun dolabları qətiyyən çəkəmirdi. İtələmək istirdim, qışları çıxırdı. Bir sözlə doğrultmadı.